Qazanın mən Aytəc Əmirovanın təqdimatını izləyəcəksiniz. Buradan döymək lazımdır. Açın ürəyimi sartdı. Gələn kimi hara girsəm yaxşısı. Düz mətbəxə. Mənim də o qədər gözəl əl işlərim var ki. Yumurta nədir ki, mən onu bişirə bilmirəm. Uşaqlarıma görə mən məcburam ki, Narin, incimə məndən. Bir şey görmürəm axı. Mən hazır yemək görmürəm ki. dəhşət kökərmisən də, heç bir qapıdan keçmirsən. Əslə baxın arığam, yəni kök deyiləm. Bu salatı mən yeməmişəm ha. Ofelia Şabanova ilə qonşuyuq. Yoldaşımdan icazəsiz qonşuya mən bir stəkan su nədir vermərəm. Ofelia'nın elə demagog fikirləri var. Sən elə bir sən nə krisa qızsan, mənə deyir, nə xəssiz qızsan. Bu nə vəziyyətdir evdə? Uşaqlar yatmışdı da ona görə. Bu şəkil Narin xanımdan sevgilisinin şəklidir. Çox xəssiz. Böyle yaxşıdır. Videoya keçməzdən öncə bu cür videoların davamının gəlməyini istəyirsinizsə, videonu bəyənməyi və bildiriş butonunu açmağı unutmayın. Xoş gördük hər birinizi. Bugün Show Business-in Qazanın mən Aytəc Əmirovanın təqdimatını izləyəcəksiniz və müğənni Narinin qapısını döyməyə gəlmişik. Düzdür, siz onu səhnələrdən görmüsünüz. Hələ evdə görməmisiniz. Bugün biz onu tam həqiqət çəkəcəyik. Evdə həm əl işlərimi görə, baxa, o yeməklərdən dada. Necə buradan döymək lazımdır. Açın ürəyimi sartdı. Necəsiz? Ey gözlerimin vurgunu olan, bir eşqin elində əsir qalan. Gələn kimi hara girsəm yaxşısı. Düz mətbəxə. Mənim işim mətbəxdir də, ancaq mətbəxdə müğənnilərin əl işinə baxmaq. Mənim də o qədər gözəl əl işlərim var ki. Ciddi deyirsiniz? Əslində çox gözəl yeməklər hazırlayıram. Sadəcə olaraq vaxtım az olur deyənə çox vaxtım olmur hazırlayır. Ev işləri görürsüz? Görürəm, evimi demək olar ki, özüm təmizləyirəm elə. Yəni kimsə gəlib təmizləmir. Təsadüf olur ki, məsələmdə bir dəfə olur ki, ildə 1-2 dəfə kimsə çağırıram, təmizlətdirirəm belə. Yəni həm də səhnə ilə yanaşı evdar bir xanımdır. Amma o bəzən olur ki, nə olsun ki, məsələn mən özüm də evi çox yaxşı təmizləyirəm. Yeməyə çatanda yumurta nədir ki, mən onu bişirə bilmirəm. Yəni etiraf edirəm. Siz bəs necə? Siz də mənim kimisiniz. Mən 2 uşaq anasıyam. Allah hər kəsə nəsib eləsin, olmayanlara da. Və uşaqlarıma görə mən məcburam ki, müəyyən şeyləri, fast food deyilən şeylər var da uşaqlar. Həmişə tosterdə hazırlayıram, verirəm, yeyirlər uşaqlar. Yəni tez bazar belə. Yəni hazırlayırsınız. Əsas o da hazırlayıram. Sonra deyirlər ki, müğənni səhnədə ancaq olur, evinə vaxt ayıra bilmir uşaqlar. Vaxt ayırıram. Demək olar ki, günün bir yarısını eləyə bilirəm. Səhər tezdən məsələn duranda uşaqlar dərsə yola salanlar, nəsə eləyə bilirəm. Ondan sonra yox. Ondan sonra heç uşaqlar məni tapa bilmirlər. Gəl yanında başladıq. Nə var ki, bu Köhnəlmiş bananımız var. Bütün bu Azərbaycan mətbəxində olduğu kimi hər kəsdə də var. Ya limon qurusu olur. bu nədir? O kollagen hazırlayıram. Düyüdən, toxumundan, katan toxumundan. Mən bunu üyüdəcəm. Narin, incimə məndən. Bir şey görmürəm axı. Mən hazır yemək görmürəm ki, həyatınızda olan şəxs demir, bəs. Bala, nə yeyirsən? Yox, o mənə həmişə deyir ki, çox arıqlamısan, belə olmaz. Hərdən belə zarafata salar ki, dəhşət kökərmisən də, heç bir qapıdan keçmirsən. Amma bilirəm ki, Səhnə demir, yəni biraz yeməkdən filandan bişirir. Yəni belə qəbul edir. qəbul edir. Hazır gətirir də yeyirik. Əslə baxın arığam, yəni kök deyiləm. Yox, arıq olmağına daim o yeməklərdən mən də yesəm, düz indi mən nə qədər yeyirəm elə belə qalır. Sən də kökəlmisən ha, bir ilə kökəlmisən. Bir ilə. Çox şəkər. Amma yaraşır sənə belə gözəlsən. Yəni gözəlsən, belə daha gözəl görsənirsən. Yəni kökəlmək də oradan gəlir. Gözəl xanımdan bu cür gözəl sözlər almaq. Amma nəysə, keçək biz o gözəl əl işlərimizi görməyə. Başlayaq. Ey gözlerimin vurgunu olan, bir eşqin elində əsir qalan. Ey gözlerimin vurgunu olan, bir eşqin elində əsir qalan. Eylənsənək ki bir-birimizi. Demək, bizə belə bir salat hazırlayır xanım. Bu salatı mən yeməmişəm ha. Ümumiyyətlə siz adını çəkdiyiniz yeməkləri, salatları birinci Bu hamısı dietikdir də. Yəni kökəlmək istəyirsən? kökəlmək Yaraşır amma kökəlmək. Qəşəng tom. kökəlmək istəmirəm, amma belə arıqlamaq da istəmirəm. Amma bunlar bilirsiz həm Yaxşısınız da. Bədən şəkilləndirmə eləmişsiniz? elətdirmişəm hə. Elətdirmişəm, yalandan deməyim. Qızlar gedirlər. Mən heç nə eləməmişəm.
Valla üzümə də prosedur eləmişəm, bədən şəkilləndirmə də eləmişəm. Müğənnilər var ki, deyir elətdirməmişəm. Rəylərdə görürəm ki, deyir, hətta biri yazır ki, o günləri bilmirəm hansı müğənni idi. Biri yazıb ki, necə yəni elətdirməmsən? Mən eyni palatada yatmışdım. Ay sağ ol. Mən ümumiyyətlə şou biznesdə heç kimlə rəfiqəliyim yoxdur. Hər kəslə salam, sağ ol. Heç bir ünsiyyət yaratmıram. Heç kimlə get-gəlişim yoxdur. Hətta ünvan olaraq demirəm. Ofeliya Şabanova ilə qonşuyuq. Demək olar ki, Burada qalır onlar. burada qalır. İldə, ayda ya efirlərdə görüşə bilərik də. Qonşuluqda necədir Ofeliya xanım? Yaxşıdır. Belə deyim ki, gəlib qapısına deməmişəm ki, tutaq ki, indi əvvəlki dövrdə deyil ki, gedəsən bir dənə soğan alasan ki, su bişirdən soğanın çatmır. Amma belə ümumiyyətlə göstər Ofeliya xanımın çox gözəl ürəyi var. Bir açıqlama vermişdi bu yaxınlarda. Demək, açıqlama verib ki, qonşu demək, yoldaşımdan icazəsiz qonşuya mən bir stəkan su nədi vermərəm. Dində bu olmaz. Ofeliyanın elə demagog fikirləri var. Yəni getsən ehtiyatlı ol. Sən verməyəcəksən. Birinci get yoldaşına de, sonra get Ofeliya. Ya bilirəm ki, yoldaşı deyəcək ki, Narin xanıma ver, çünki yoldaşı da çox gözəl insandır, özü də çox gözəl insandır. Onlar hər biri məni çox istəyirlər. Qonşuluqda nə istəmirsən? Gəlib qapınız adını döymür. Ay Narin falan, nəsə narahatlıq falan. Belə deyir ki, heç gəlib oturmazsan, bir yerdə oturub yemək yemərik. Sən elə bir sən nə krisa qızsan, mənə deyir, nə xəssiz qızsan. Narahat olma, özüm alaram, özüm verərəm. Ki canlı bir dənə ifa eləyək. Yox ya. Ürəyindən nə keçir? Görək o canlı ifanı tərifləyir, görək. Əli Mirəliyevlə dalaşırıq. Keçən dəfə efirlərin birində mənə deyir ki, canlı oxuda. Deyirəm ki, oxuyumda problem yoxdur. Deyirəm, mülsüz zat deyir, ağız bilmirəm, oxu da bir parça bir ağız oxu. Görək də tərifləyirsən Narin xanım. Oxuyum da. Sözlərimdə yox yalan, mənəm oduna yanan, bağrım olacaqdı qan. Dinlə məni sevgilim, dinlə məni sevgilim. Safdır ürəyim içim, günahım yox and içim. Qalmadı taqət gücüm, dinlə məni sevgilim, dinlə məni sevgilim, dinlə məni sevgilim. Elə sevgilinə gəlir o ifa. Və onu sevənlər. Elə çox həm dalaşırıq. Demək olar ki, tez-tez dalaşırıq. Niyə? Ora getmə, bura getmə. Zaman-zaman mən öyrəşdirdim, alışdırdım ki, bu mənim işim sənədimdir. Əgər mən ora gedirəmsə, düzgün şəkildə mən öz işimi təqdim eləyirəmsə, burada bir qəbahat bir şey yoxdur da. Yəni çünki bu mənim işimdir. Demək, mən dedim otağa gələcəm. Narin xanım məndən qabaq gəldi ki, gəlib buranı hazırlasın. Dedim lazım deyil. Dedim lazım deyil. Çək. Bu nə vəziyyətdir evdə? Uşaqlar yatmışdı da ona görə. Olan şeydə vaxt olmur ki, tələm-tələsik neyniyim. Mən dincəlirdim axı siz gələndə. Mənə zəng. Bir də sizdə paparazisiz, bir də görürsüz gəlirsiniz harda olsa adamı yaxalayır. Belə vəziyyəti görmək üçün gəlirik. Qoy bunları da götürün bura qoyun. Bu da belə də, yəni. Elə bildim ki, bu şəkil Narin xanımla sevgilisinin şəklidir. Gördüm o deyil. Sadəcə belə elə qoyulub. Elə belədir sadəcə olaraq. Bilirsiniz hansı vəziyyətdir? Mən evdə harasa tələsirəm, işə deyim ya harasa indi söz verdiyim bir məkan olur. Ora tələsirəm, mən evi bu vəziyyətdə qoyuram. Bax, dolabı bu vəziyyətdə qoyub çıxıram. Narin xanımın dolabı incimə o vəziyyətdə. İndi tələsik oluram da. Məsələn, toya gedirəm, tutaq ki, fikirləşirəm ki, bir dənə paltar götürüm geyinim. Çox aydın. Böyle yaxşıdır. Ümumiyyətlə mətbəxdə qab-qacaq bir-biri ilə sözün əsl mənasında döyüşür. Döyüşür, çünki vaxtım yox. Niyə burada səliqəli olanlar var da? Niyə səliqəsizləri çəkirsiniz ki? Aş hazırlayım mən sizə. Biz yeməsək də Uşaqlara hazırlayım. uşaqlara hazırlayırıq. Çünki bizim vaxtımız o qədər olmayacaq. Siz amma Yaxşı. hazırlayın. Aş hazırlayacaq Narin xanım uşaqlarına. İndi uşaqlar da bizim sayəmizdə yeyəcək, deyəcək ki, şükür Allaha, anam bir Mamamız yeməyi hazırladı. Mən dedim indi Narin xanım bizə bir biş düşlər eləyəcək ki,
Bizim həm operatorlarımız, həm sürücümüz, həm özümüz qəşəng yeyəcəyik, içəcəyik. Narin xanım, Niyə sürücü məndən narazı deyil? Day, sizi çoxlu öpürəm. Minnətdaram. onu dayı bizə aş göndərəcək. Aş göndərəcəm. Mən söz verirəm. ARB Magazin Plusun bütün kollektivinə qəşəng. Mən yumamım hazırlayacaqlar. Ləvəngi küksü, ləvəngi badımcan. Çox sağ olsun. Bizə qapısını açdı Narin xanım. Hər şey bir qırağa. Həqiqətən çox sağ olun ki, qapını bizim üzümüzə açdınız. Çox sağ olun. Mən sizə təşəkkür edirəm. Rəhbərliyinizə təşəkkür edirəm. Var olasınız. Əziyyət çəkirsiniz. Allah sizin də işinizi uğurlu eləsin. Sizə də uğurlar. Əziz tamaşaçılar, gələn həftə hansı məşhur müğənni ilə bir yerdə olacağıq, evində olacağıq, mətbəxdə olacağıq, onu görəcəksiniz. Bu günlük bu qədər. Hələlik.